Şeyxim danışır ki, necə hidayət oldum. Və deyir ki, körpə idim, yaramaz gədə idim. Atamız bizi məcbur namaz aparırdı. Atamız salih kişi idi. Mənim kimi də yaramaz dostlarımız vardı, həddə buluğa çatmamış. Şeyximiz danışır, şeyxlərdən biri. Onların da ataları salih kişilərdi, əllərinə tutub sübh namazı apardı. Biz də hirslənirdik. Biz də şayka yığıldıq, mafiya balacalar. Dedik ki, imamın başına oynayacaq. Nəysə, nəsə bir şey, təxribat qurduq, balacadılar onlar. Həddə buluğa çatmamış. İmam da çox oxuyurdu, subhanallah, 3 səhifə, 4 səhifə sübh namazında. Şeyxim danışır ki, subhanallah, Allah Teala qədərinə bax. Həmin gün imam Zəlzələ surəsini oxudu, bir də İzə cəə nəsrullah vəl-fəth. Həmin gün ki, biz təxribat eləməliydik, nəsə törətməliydik orada. Gör, necə şeyx hidayətə gəlib, uşaqlıqdan, həddi buluqdan qabaq. Deyir, namazı qutardıq ki, bir qoca kişi ki, xəstədir, şikəst, asta addımlarla əsalar üzərində gəlir namaza və heç nəyə baxmayaraq, rağmen ayaq üstü namazı kamil qılır. Namazdan qalxdı, gözləri yaşlı və şeyxə dedi ki, utanmırsan, münafiq namazı bizə qıldırırsan. Bu nədir, qısaltdın, bu günə qoydun namazı. Deyir, biz uşaqlar baxdıq şeyxə, baxdıq özümüzə və üçümüz də hidayətə gəldik. O uşaqların üçü də indi universitetdə doktordur.